Ekran qeydə götürdüyümüz üçün başlaya bilərik. Hər kəs də işləbilirmi mənim? Bəli. Tamam. Demək, birinci və ikinci bölməyən baxdıq, qoyduq kənara. Bugün baxırıq üçüncü bölməsinə, yəni trigonometrik funksiyanın daha çox bölümü yox, üçüncü başlığına. Birinci bölmənin üçüncü başlığına. Deməli, y bərabərdir sinus x, y bərabərdir kosinus x funksiyaları və onun xassələri. Ümumiyyətlə, ilk öncə başlayırıq. Y bərabərdir sinus x funksiyası. Sinus bizim üçün nə idi? Düzbucaqlı üçbucaqda alfa bucağının qarşı tərəfinin hipotenuza olan nisbəti. Yəni, sinus alfa bərabərdir A bölünsün C. Sinus alfanın qiymətlər çoxluğu hansı aralıqda dəyişilir? Bir də oradan başlayalım. -1, -4 müsbət. Yəni, sinus x funksiyasının ən böyük qiyməti 1-dir, ən kiçik qiyməti -1-dir. Biri keçə bilməz. Niyə? Çünki sinus alfa katetin hipotenuza olan nisbətidir. Katet bölünsün hipotenuzu heç zaman birdən böyük ola bilməz. Demək, -1 aralığında dəyişir. Bəs o zaman deyə bilərsinizmi? Sinus 3x-in ən böyük qiyməti neçədir? 1. Bəs ən kiçik qiyməti? -1. -1. Amma sinusu 5x minus plus 3 deyək də, plus 3-ün ən böyük qiyməti neçədir? 4. 1. Ən kiçiyi -1. Argument heç bir halda ən böyük, ən kiçik qiymətə təsir edə bilməz. Yəni, bu 3x-dir və ya 5x plus 3-dür və s. Yəni, sən bunu argumentinə, bucağına verdiyin qiymətdir. Hansı qiymət versənsə ver, ümumiyyətlə, sinusun təyin oblastı hansı halda dəyişir? Mənfi sonsuzdan, müsbət sonsuzda bütün bucaqlar qiyməti verə bilərsən. Bütün hallarda sinusun ən böyük qiyməti 1-dir, ən kiçik qiyməti -1-dir. Demək, argument sinusun qiymətinə heç bir təsir etmir. Bəs, götürüb yazsaydıq ki, 3 sinus x ən böyük qiyməti neçə olardı? 3. Bəli, ən kiçiyi -3. Artıq burada sinusun özünün qiyməti -1, 1-dir. 3 misiniz var? 3 -3. Və yazsaydıq ki, 5 sinus 2x minus 7 yenə ən böyük qiyməti 5 olardı, ən kiçik qiyməti -5 olardı. Yəni, argument qiymətlər çoxluğuna heç bir halda təsir etmir. Gəlin, eyni zamanda baxaq kosinus x funksiyasına. Kosinus x funksiyasının ən böyük qiyməti 1. Bəs ən kiçik yüksək neçədir? -1. -1. Əgər biz yazsaq ki, kosinus 5x yenə ən böyük neçə olacaq? 1. Ən kiçiyi? -1. Argument heç bir halda qiymətlər çoxluğuna təyin edə bilməz. Təsir edə bilməz. 2 kosinus 13x plus 5 yazsaq, qiymətlər nə olacaqdır? 2 -2. 2 -2. Bu tam aydındır bizə. Ses yaman qarşı. Mikrofon açılanda. Bəli, mən. Olur, bəzən cavab verir, başqa da açmır şey. Bu aydındırsa, ona gələn bu sualı cavablandıraq. Elə sən mikrofon açıq saxla. Bəs sin square x-in ən böyük qiyməti neçədir? Yenə 1. Ən kiçiyi? -1. Yox, 0. 0. Heç bir ifadənin kvadratı və ya cüt dərəcədən heç bir mənfi ola bilməz. Həqiqətə çoxluğunda. Ona görə olacaq bu. Onda belə çıxır ki, sin square 3x-in ən böyük qiyməti neçə oldu? 1. Ən kiçiyi? 0. Əla. Əgər bizə sinus kvadratı, 5 sinus kvadratı 2x versə, ən böyük qiyməti neçə olardı? 5. Ən kiçiyi? 0. Gözəl.
Deməli, mikrofonu açsın, olmasa mikrofonu açmanın açan kimdə səs çox yoxlayır. Mən bağlayayım. Loğman, Bəli, müəllim. elə bax cavab ver. Bir, daha sonra 4 müəllim, bir də 3. Ee, 8 bir də ki yenə 8. Yox, başa düşmədim. Bir dəqiqə. Hədə 8 yenə 8. Yox, 8 0. 8 0. Mikrofonu bağla. Hı -hı. Sən dedin ki, cosinus square 5 cosinus square plus 3 sin square 8 ya 0 verir. Yanlış anlaşdın. 5 cosinus square x plus 3 sin square x-dən söhbət gedirsə, ən böyük qiymət 5-dir, ən kiçik qiymət 3-dür. Böyük əmsal böyük qiymətdir, kiçik əmsal kiçik qiymət. Başa düşdüm müəllim. Niyə? İzah edə bilərsən? Yox. Gəl baxaq. 5 cosinus square x plus 3 sin square x, Nuray mikrofonu aç zəhmət olmasa. Dedik ki, əgər sin square və cosinus square varsa, böyük qiymət, böyük əmsal arası böyük qiymətdir, kiçik əmsal kiçik qiymət. Sıra. Bilirsənmi? Çünki birində ən böyük qiymət 1 olanda, o birisində 0 olur deyə elə. Bəli. Loğman tamamən səhv yanaşma verdi ki, dedi ən böyük qiymət 8. Əslində məntiqlidir ki, kosisin ən böyük qiyməti 1-dir, kosin square-ın. Sin square-ın ən kiçik qiyməti, ən böyük qiyməti 1-dir. Onda bu 5-dir, bu da 3-dür, cəmi 8-dir. Amma bir şey düşünməlisən ki, eyni arqumentdən söhbət gedir. Və burada kosinus 1 alanda, yəni 0 da alır, onda sinus 0 olur. Sinus 1 alanda 90-da alır, onda kosinus 0 olur. Yəni, iki funksiya eyni zamanda 1 ola bilməz. 8 ola bilməz. Mümkün deyil. Bəs nə üçün 5 kosinus square plus 3 sin square-ın ən böyük 5, ən kiçik 3-dür? Gəl araşdıraq. 5 kosinus square x-i saxlayaq. Plus, kəşke duyğu burada olardı, amma nə edək? Yerdə qanad çox xahiş edirəm, aktiv olun. Ha, duyğu gəlməyəsən. Ha, gəldim, xoş gəldin. Sıxlarmışsın. Hə, bildim, mesajın gün çatmadı, bildim ki, olubdur. Duyğu, baxsana, 5 kosinus square plus 3 sinus kvadratı. Niyə ən böyük 5, ən kiçik 3-dür? Sən səbəbini bilirsən mi? Xeyr. 3 vurulsun. Gəl sinus kvadratın yerinə yazaq 1 minus kosinus kvadratı. Bu xassəni bilirik. Bəli. Bərabərdir. Axı, demişdik ki, kosinus kvadratı plus sinus kvadratı bizə nə verir həmişə? 1 verir. O sinus kvadratın yerinə 1 minus kosinus kvadratı yazmaq olar. Kosinus kvadratın 1 minus sinus kvadratı yazmaq olar. Niçin? Olacaq 5 kosinus kvadratı x plus açsaq 3 minus 3 sinus kvadratı x. Düzdür? 5 kosinus kvadratı çıxar 3 sinus kvadratı. Olacaq 2 sinus kvadratı x plus 3. Nuray, bu qədər aydındır? Bəli müəllim, aydın. İndi sinus kvadratın ən böyük qardaş 1-dir. Ən kiçik 0-dır. 1-dirsə 2 vurulsun 1 plus 3 olacaq 3. 0-dırsa 2 vuraq 0 plus 3 olacaq 3. Yuxarıki 5 yerdə 2 üstə 3 yazdım. Ən böyük qiyməti 3, ən kiçik qiyməti isə 5. Bildin mi haradan çıxacaq? Məsələn, bunu nəzəri kitabların çoxu verir, amma heç açıqlamasını vermir. Aydın olmadı? Oldu. İndi davam edək nəyə? Biz danışdıq demək ki, funksiyanın qiymətlər çoxlu anlayışından da. Rəvan bizi eşidə bilirsən mi kişi?
Bəli, məndim. Rəvan bilirsən. İndi rəvan. Demək, sinusun, kosinusun tək halda qiymətlər çoxluğunu bildik. Kvadratlar olan qiymətlər çoxluğunu bildik. Belə bir şey veririk. 3 sinus x plus 4 kosinus x. Ən böyük qiyməti neçədir? Ən kiçik qiyməti neçədir? Bunun ən böyük qiyməti 7-dir, ən kiçik qiymət 0. Var rəvan. 7'də qədər ən azından biraz məntiqli gəlmişdim. Məntiqsiz olaraq məntiqli gəlmişdim. Amma 0-da niyə onu bilmədim. Kişi, bilsən məsələn nədir? Sən düşündün ki, sinusun ən böyüyü 1-dir, 3/1 3, kosinusun ən böyüyü 1-dir, 4/1 4, cavab olacaq 7. Axı, bayaq qeyd elədik. Bunların arqumentləri eynidir. Sən buna neçə dərəcə versən, bu da həmin dərəcəni alır. Axı, eyni dərəcədə sinus və kosinus 1 ala bilməz. Sinus əgər 1 alıbsa, yəni 90 alır da, ona kosinus 0-dır. Yox, əgər kosinus 1 alıbsa, bu nə vaxtlar 0-dır? Onda sinus 0-a bərabərdir. Yəni, bunun ikisi eyni zamanda 1 ala bilməz. 1 isə 1 mütləq 0-dır. Bu 1. İkincisi, gəlir xasiyə. A sinus x plus B kosinus x-dən söhbət gedirsə, ifadənin qiymətlər çoxluğundan danışılsa, ən böyük qiymət kök altında A kvadratı plus B kvadratı, ən kiçik qiymət mənfisi ilə A kvadratı plus B kvadratı. Bax, bu uyğun qiymətlər çoxluğu. İndi gəl biz araşdıraq. 3 sinus plus 4 kosinus ən böyük qiymətdir. 3'ün kvadratı plus 4'ün kvadratı. Olacaq 5. Bəs ən kiçiyi 3'ün kvadratı plus 4'ün kvadratı. Mənfi 5. Aydın oldu qardaş? Bəli. Onda 2 sinus x plus 3 kosinus x'in ən böyük qiyməti neçədir? Kök altı 11. Qəşəng. 11? 13 olur. 13. Olar, mən açmışım. Bəs ən kiçik qiyməti? Mən kök altı mənfi olmazdı. Hə, o belə mənfi kök altı olur. Kök altında mənfi 13. Oldu mu? Bu oldu ifadələrin qiymətlər çox. İndi Nuray kamera nədir? Mikrofon açsın zəhmət olmasa. Nuray, sual sənədir. 4 kosinus alfa plus 5 sinus beta. Ən böyük qiymət neçədir? Yox, 5 yox. Buna gələcək 3 yox, tam olsun. Ən böyük qiymət neçədir? Ən kiçik neçədir? Buyur. 4 ilə 3. Başqa fikir olan var? Qiymətlər 5 mənfi 5 məncə də. Neçə? 5 mənfi 5? 5 mənfi 5, bəli. 5 mənfi 5 fikir yanlış. Bunların bucaqları fərqli deyil. Biri alfadır, biri beta. Bəli. Görsən, Allahdır səni. Biz bayaqdan yuxarıda və hətta fikir versən, burada arqument işarələmişdim, görürsən. Sonra eyni arqumentdən gedir, eyni bucaqdan gedir. Eyni bucaqda bunlar ikisi də 1 ya mənfi 1 ala bilməz, ya 0 ala bilməz. Amma elə sual var ki, bilərəkdən sana arqumentləri fərqli verir. Birinə sinus, kosinus alfa yazırsan, birinə sinus beta yazır. Aynı bucaqlardır. Ən böyük qiymətin deyirsə, ondan alfa düşünərəm ki, burada 0 dərəcədir. Əgər alfa 0-dırsa, kosinus 0-da alır 1, 4/1'in 4. Plus. Onda deyərəm ki, beta 90-dır. Sinus 90-da alır 1. 3/1'in 3. Cəm olacaq 7. 4 plus 3 bərabərdir 7. Ən kiçik qiymət deyəndə, onda buna götürək neçə? 180 mənfi 1 alır. Bunu götürək mənfi 90. Yine mənfi var. Cəm olar neçə? Mənfi 7. Aydın oldu yoxsa yox? Arqumentlər fərqlidirsə,
fərqli qiymətlər alır da. Söhbət bunun böyük qiymətindən gəlirsə, qardaş, böyük qiyməti 4 plus 3, 7, kiçidən mənfi 7. Aydındır yoxsa yox? Bəli, mən. Əgər aydınsa, onda Hüseyin davam elə. 4 kosinüs kvadratı alfa plus 3 sinüs kvadratı beta. Buyur. Müəllim, bunun ən böyüyü 7 mənfi 7-dir elə. 7 və nə? 7 0 olmalı. 7 0 olmalıdır müəllim. Ən böyük 7-dir, bəli. Niyə? Çünki o arqumentlərdir. Ayrı. Kosinüsün böyüyü, sinüsün böyüyü götürürəm. 7, 4 və 3, 7 olacaq. Amma kiçik qiməti 0 daxil olunur. Bəli, müəllim. Aydın olmadı yəni də. Oldu müəllim. Bu da olub qiymətlər çoxluq. Qoyduq kənara. Biz baxırıq sinüs və kosinüsün funksiyasının xassələrinə, belə deyək. Gəlin keçək bunların işarə məsələsinə. İşarə məncə o gün danışmışdıq. Hətta Mədinə bir 3 dəfə, 5 dəfə çevirdi. Gəlin gözdən keçirək. Birinci bu x-dir, bu y-dir. Düzdürmü? Birinci rübdə bilir ki, x olan qiymətlər çoxluq, kosinüsün, y olan sinüsün qiymətlər çoxluq. Deləmi? Birinci rübdə sinüsün işarəsi nədir? Müsbət. İkinci rübdə? Belə müsbət. Bəs üçüncü rübdə sinüs nədir? Mənfi. Kosinüs? Müsbət. O da mənfi. Mənfi. Müsbət əzbər demədə baxanda görürsən, üçüncü rübdə x olan buradan belə mənfidir. Bəli, müəllim. Hüseyin, sən nə saat deyən? Nətər, bəli, mən çağırdım. Çağırma, davam edirsən. Dördüncü rübdə kosinüsün işarəsi nədir? Müsbət. Qəşəng. Bəs sinüsün? Mənfi. Bəs tangensin? Tangensi 0. İşarəsini deyirəm, işarəsi. Tangens mənim, o da müsbət. İndi eşit mənə. Buyurun mənim. Tangens sinüs bölək kosinüsdür. Kotangens kosinüs bölək sinüsdür, eləmi? Birinci rübdə deyirsənsə, birinci rübdə bax, sən tangens deyirsən, müsbət bölək müsbət. Sana nə verəcək? Müsbət. Müsbət. İkinci rübdə müsbət bölək mənfi sana nə verəcək? Mənfi. Üçüncü rübdə mənfi bölək mənfi sana nə verəcək? Müsbət. Dördüncü rübdə müsbət bölək mənfi nə verəcəksən? Mənfi. Aydın olmadı. Oldu mənim. Tangenslə kotangens birinci rübdən üçüncü rübdə müsbətdir. Çünki müsbət bölək müsbət, mənfi bölək mənfi müsbətdir. Amma 2 və 4-də əks işarə nisbətlər cavab olacaq. Bəli, mən. Qoyaq kənara. Bəli. Bu da belə. İndi qiymətlər çoxuna falan baxdısa, baxaq bunların dövr anlayışına. Dövr anlayışı kim deyə bilər? Nədir dövr anlayışı? Trigonometrik funksiyalar dövrü funksiyalardır. Nə demək dövrü funksiya? Yəni, müəyyən bir dövrdən biri eyni yerə qayıdır. Məsələn, sinusun və kosinusun dövrü, hər ikisinin dövrü daha doğrusu nəyə bərabərdir? 2pi. 2pi. Yəni, hər 360-dan biri dövrü eyni yerə qayıdır. Bəs onda sinus 2x-in dövrü nədir? 2pi bölünsün 2x-in əmsana böl. Pi. Bəs kosinus 3x-in dövrü nədir? 2pi bölüs, hə. 2pi bölünsün 3. 360-dır çünki. Bəs sinus 5x plus 1-in dövrü nədir? 2pi böl 5. Ay, sağ ol. X-in əmsana bölərsən. Qəşəng. Bəs kosinus 3x minus 7-nin dövrü nədir? 2pi böl 3. 2pi böl 3. 2pi bölünsün 3. Demək ki, sinusun, kosinusun hər ikisinin dövrü qardaş nəyə bərabərdir? 2pi'yə. Varsa x-in əmsalını nə edirik? Bölürük. Onda belə bir məqama baxaq. 5 kosinus 2x. Bəs bunun dövrü nədir? Nübah, heç sən bir danışmısın. 2pi böl 2 vur 5 olur, mənim. Nübah, səndən işləyək. Bəli, müəllim. İşləyək. 5 kosinus 2x'in dövrü nədir? Dövrü, bakın. 2pi bölünsün
2 bölünsün 2 olur. Yox, 5 olur bunda. 2. Hə, Bu əmsal dövrə təsir edilməz. Dövr tamam. arqumentdən söhbət gedir. Kosinus x-in dövrü 2pi-dir. Yəni 2pi-də qayıdıb yenə qiymət alacaq. Kosinus 2x-in dövrü 2pi bölü 2-dir. Sən burada 2x-in yerinə, 2x-də daha doğrusu x-in yerinə 2pi bölü 2 qoysan, yenə 2pi qalmır. Yenə 2pi olur da. Və ya 5x plus 1-də x-in yerinə 2pi bölü 5 qoysan, 5 gedir, yenə 2pi qalmır. Yenə dövrü 2pi olmur. Aydın olmadı. Oldu müəllim. Aha. Deməli, dövr 2pidir və varsa neyini x əmsalına bölürük. Bəli. Keçək bu məqamı. Bəli, keçə bilərik. Aha. İndi biz sizlə trigonometrik funksiyaların qiymətlərini öyrəndik. 30-da, 45-də, 60-da və s. Sizcə bunlarla kifayətləndirik, yoxsa əlavə edə bilərik? Əlavə Əlavə edə bilərik. Duyğu mənə desin, bu məqam bilir, yoxsa yox. Duyğu, sinus 120 dərəcə neçə alır? Sinüs 60 olur. O da köküddür 3 bölünsün 2. Aha. Baxın, buna biz deyəcəyik sevən buzaqlar. Biz əslində tanket buzaqları bilirik. 30, 45, 60. Bir də rüb buzaqları var. 90, 180, 270 və 0,360 enişir. Bu qiymətləri bilirik. Amma bizə sinus 120 verdi. 120-ni nə edə bilərik? Ya yaza bilərsən sinus 90 plus 30, yəni 120 eləsin. Ya yaza bilərsən sinus 180 minus 60, yenə 120 eləsin. Amma bax, bu plus minus olan qiymətlər var ha. Bu rübləri göstərir. Maddən götürərsən ki, 120 əvəzini yaza bilərsən ki, 80 plus 40. Yox. Bu yazdığın qiymətlər rübdən rübə dəyişməlidir. 90, 180, 270, 360. 120 nə yaza bilərik? 90 plus 30. Nə yaza bilərik? 180 minus 60. İkisi də 120 eləyir. Fərq nədir? Bu rüblərin tək misillərində, yəni 90 və 270-də nə baş verir? Ad dəyişir. Ad dəyişir. Cüt misillərində 180, 360-da ad dəyişmir. İndi sinus 90 plus 30-da biz deyə bilərik ki, sinus 90-da ad dəyişir. Nəyə çevrilir? Kosinus. Olacaq kosinus bu arqument, yəni neçə? 30. Amma 180-də ad dəyişmir. Olacaq neçə? Sinus 60. 60. Amma hesablamamızdan əvvəl nəyi təyin edəcəyik? Çevirdiyimiz funksiya var, sinus 120. Hansı rübə düşür? İkinci rübə. İkinci rübədə sinusun işarəsi nədir? Mənfi olsa müsbət. 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 Bax, ilk müsbət. İşarə mütləq təyinləmək. Müsbət də olduğu kimi qarı. İkisi müsbət, qarı müsbət. Kosinus 30 kök altı 3 bölünsün 2. Bu kök altı 3 bölünsün 2. Bax, buna biz nə deyirik? Çevirmə düsturları. Bir də yazıram. Kosinus 150. Yaza bilərsən kosinus 180 minus 30. Yaza bilərsən kosinus 90 plus 60. Yenə 150-dir də qardaş. Burada ad dəyişmir. Kosinus 30. Ad dəyişir. Sinus 60. Amma yenə qayıdıb nəyə baxaraq? Bu 150 dərəcə şu ikinci rübə. Çevrilən funksiyaya baxaraq, ha, bunlara yox. Çevrilən funksiya kosinus 150-dir. Kosinus 150 hansı rübə düşür? İkinci rübə. İkidə kosinus nə idi? Mənfi. Ona görə sən bunların qarşısına mənfini atmalısan. Kosinus 30 kök altı 3 bölünsün 2. Bu da kök altı 3 bölünsün 2. Ha, atmasan nə baş verəcək? Gəl baxaq. Yazırıq kosinus 210 dərəcə. Yazaq elə 210 dərəcə gedir. 240 dərəcə. Ya yaza bilərsən kosinus 270 minus 30 40 dərəcəsində. Ya kosinus 180 plus 60 140 dərəcəsində.
270 ad dəyişir. Olacaq sinüs 30. 180 ad dəyişmir. Olacaq kosinüs 60. İndi qayıt nəyi təyin etməliyik biz burada? İşarəni. İşarəni. Bax, işarəni İşarə. təyin etmədik. Hə. Sinüs 30 neçədir, qardaş? 2-də 1. 2-də 1. Kosinüs 60 neçə eləyir? 2-də 1. İndi sən demək istəyirsən ki, kosinüs 240 qiyməti bərabər neçəyə? 2-də 1-ə. Axı, düzgün deyil. Niyə? İki bax, 0, 90, 90, 180, 180, 270. Bax, 240 təxminən düşür bura. 240 hansı rübə düşür? 3-cü rübə. 3-cü rübdə kosinüs işarəsi nədir, qardaş? Mənfi. Mənfidirsə, kosinüs 240-ın qiyməti mənfidir. Necə oldu 2-də 1 aldı? Mümkündür. Ona görə mütləq funksiya işarəsini saxla. Baxma deyirlər ki, çevrilmə düsturlarında funksiya öz işarəsini saxlayır. Buna deməkdir. Yəni, əgər kosinüs 240 3-cü rübə düşürdürsə və 3-cü rübdə kosinüsün qiyməti mənfi idisə, mütləq o mənfi işarəsini saxlamalıdır. Olacaq necə? Mənfi 2-də 1. Bəli, bu doğru oldu artıq. Aydın olmadı? Aydındır. Eyni şeyə baxaq. Tangens 150. Ne yazarsan? Tangens 90 plus 60. Ne yazarsan? Tangens 180 minus 30. Olar kotangens 60. Olar tangens 30. Amma baxmalısan. 150 hansı bölü düşür? İkinci rübə. 2 tangens nədir? Mənfi. Mənfəli mütləqadır. Olacaq. 1 bölünsün kök altında 3, mənfisi ilə olacaq mənfi yenə 1 bölünsün kök altında 3. Bax, biz buna deyirik nə? Çevirmə düsturları. Olar mı? O zaman belə bir sual. Ülvi, bugün heç danışmamışsam. Sinus 1080 dərəcə. Nəyə dərsən? Mən sinus 1080 yazılanda 3-ə bölüb 363 nə çıxar? Aha. Da artıq verilən bucaq 360-dan böyükdürsə, o zaman biz nə edirik? Bax, düşünün. Bu buradan başlayıb dövrə. Sıfırdan gəlib olub necə? 360. Bir də dövr eləyib. Tam dövr eləyib. Nə qədər gedir? Yenə 360. Neçə oldu? 720. Ümumiyyətlə, 1080-i nəyə bölürük? 360. Necə düşər burada? 3. Tam 3. 3 dəfə. Deyən bu 3 dəfə quruq eləyib. Və yenə gəlməli dayanıb burada. Elə mi? Sıfırda. Əgər verilən bucaq, yəni arqument 360-dan böyüksə, biz o zaman nə edirik? Həmin arqumenti bölürük 360-a, yerdə qalan qalığı götürürük. 3 düşər, qalıqda nə qalar? 0. Elə bu nəyə bərabərdir? Sinus 0-a. O neçə edir? Yəni 0. 0. Yaza bilərdin sinus 750. 750-ni bölərsən 360-a da. 2 dəfə düşər, qalıqda qalar neçə? 30. Bərabərdir sinus 30-a. O neçədir? 2-də 1. Bax, bu da bizim üçün nədir? Çevirmə düsturlarıdır. Problem var? Xeyr. Xeyr. Ümid edirəm ki, inşallah testləri rahatca işləyə bilərsiniz. Gəl biz nə edək? Bir dəqiqə mən qeyd dayandırım. Davam edək məncə. Gəl suallardan biraz işləyək. Hər kəs ekranı görə bilirmi? Bəli, müəllim. Məsəl üçün, bu sual bizə verir. Bəlkə qeyd eləmədik. Tangens x funksiyasının
və yaxud da tangens kvadratik x funksiyasının bütün hala dövrü nədir? Pi-dir. Aha, bu tangens sinüs bölək kosinüsdə, tangens bölək nə ayırır? Kəsir, keçə bilmir olacaq. Yəni, dövrü 180-dir. İndi sualın 2-də bizə verib tangens 5x plus 3 funksiyanın dövrü. Funksiyanın bütün hallara dövrü nəyə bərabərdir? Pi-yə. Bölünsün x-in əmsalı, yəni neçə? 5. Pi bölünsün 5. Aydın olmadı? Aydındır. İnşallah gələdim. 3-ə baxırıq. Y bərabərdir. 3 tangens 4-də 3x. Dövrü pi-dir. Bölürük x-in əmsalına. Burada x-in əmsalı neçədir? 4-də 3 olacaq. 4-də qaldı yuxarı. 4 pi bölü 3. Olar mı? Bəli. İndi gəlin baxaq, burada bir məqam var. Funksiyanın atmazalını hissələri. Bir də 5-ci suala məsələn baxaq. Deyir, hansı funksiya ikinci rübdə artandır? Ümumiyyətlə belə bir sual var. Sinus x funksiyaları hansı rüblərdə artandır? Bunu məntiqin kimi tuta bilər. Bilən var mı ümumiyyətlə bunu? Bax, dedi ki, x oxunun qiymətlər çoxluğu nəyin qiymətləridir? Kosinusun. Y oxunun nəyin qiymətlər çoxluğudur? Sinusun. Burada kosinus nəyə bərabərdir? 1-ə. Burada mənfi 1-ə. Sinus 1-ə, burada mənfi 1-ə. Baxın, 0 dərəcədə kosinusun qiyməti 1-dir. X oxunun. Amma sinusun qiyməti nəyə bərabərdir? 0-a. Birinci rübdə bucaq artdıqca sinusun qiyməti neyinir? Artır. Artır. Bax, 0-dan gedir 1-ə. Amma kosinusun qiyməti getcə 1-dən uzaqlaşır. Neyniyəcək? Kosinus azalacaq. Demək, birinci rübdə sinus artan funksiyadır, amma kosinus nədir funksiyadır? Azalır. Keçir ikinci rübdə. İkinci rübdə sinus 1-dən düşür 0-a. Bax, bura gəlir x 0-da. X 0-da. Demək, birinci rübdə sinus nədir funksiyadır? İkinci rübdə. Azalacaq. Kosinus isə burada 0 idi. Bax, dayanmışdı burada. X-in qiyməti 0-dır. Gəlir mənfi 1-ə. Yəni neyinir? Azalır. Azalır. 0-dan mənfi 1-ə gəlir. Deməli, birinci rübdə sinus artan funksiyadır. Kosinus azalar. Amma ikinci rübdə hər ikisi neyinir? Azalır. Üçüncü rübdə kosinus mənfi 1-dən gedir bura. X qiyməti 0-dır. Mənfi 1-dən 0-a gedir. Neyinir? Artır. Bəli. Amma sinus 0-dan gəlir mənfi 1-ə. Neyniyəcək? Azalır. Azalır. Demək, sinus 1-də artır, 3-də azalır. Kosinus 3-də azalır, 1-də azalır, 3-də artan funksiya. Artır. Hər ikisi 2-də necə funksiyadır? Artan funksiyadır. Amma hər ikisi 4-də artan funksiyadır. Niyə? Sinus mənfi 1-dən gedir 0-a. Mənfi 1-dən 0-a neyinir? Artır. Kosinus isə 0-dan gedir 1-ə. Yəni neyinir? Artır. Deməli, ikinci rübdə hər iki funksiya azalır. Üçüncü rübdə, dördüncü rübdə daha doğrusu, hər iki funksiya artandır. Birinci rübdə sinus artır, 1-ə gedir, kosinus azalır. İkinci rübdə sinus azalır, mənfi 1-ə gedir, kosinus artır. Olar mı? Amma tangens bütün rüblər boyunca neyinir? Bilirsiniz? Artır. Həmişə artır. Amma kotangens rüb boyunca həmişə neyinir? Azalır. Tangens bütün rüblərdə artan funksiyadır. Kotangens bütün rüblərdə azalan funksiyadır. Olmadı? Oldu. Oldu. Gəlin baxaq, sual 8-ə. Y bərabərdir 4-də 1 kotangens kvadratı 2x plus 4. Ən kiçik qiymətini tapın. Bax,
Tangensin qiymətlər çoxluğu yoxdur. Tangensin ən böyük qiyməti müsbət sonsuzluqdur, ən kiçiyi mənfi. Bunu ilk dəfə danışmışdıq biz. Nə ən böyüyü var, nə ən kiçiyi var. Sonsuza qədər böyüyə bilər, sonsuza azala bilər. Amma söhbət tangensin kvadratından gelirsə, tangensin kvadratının ən kiçik qiyməti var. Neçədir? 0. 0. Əslində tangensin normalda mənim sonsuza qədər düşür. Amma tangensin kvadratından görə ən kiçik 0-dır. Olacaq onda 4-də 1 vurulsun 0 plus 4 neçə eləyər? Bilmədiniz nə etdik? Bildim müəllim. Bu sual 9 nə maraqlı sualdır. Deyir tangens 5x minus pi bölünsün 4 bərabərdir kök altında a kvadratı minus 5a plus 6. Elə mi? Bərabərliyini ödəyən a parametrinin bütün mümkün qiymətlərini tapır. Buyurun. Nə deyə bilərik biz? Tənliyin kökünü tapıb müəllim müsbət kökünü götürə bilərik. Yox, belə bir şey deyil. Tangens bərabərdir buna. Tangens nəyə bərabər ola bilər? Mənfi sonsuzluqda, müsbət sonsuzluqda bütün qiymətlər ola bilər. Əgər bu ifadənin yerinə tangensi yox, sinus olsaydı, x nə idi? Sinus 5x minus pi bölünsün 4 bərabərdir kök altında a kvadratı minus 5a plus 6 olsaydı, onda deyərdim ki, mümkün olması üçün a kvadratı minus 5a plus 6 mənfi birdən böyük bərabər, birdən kiçik bərabər, bax bu qiymətlər almalıdır. Dedim, başlıyorsa yox. Bəli müəllim. Ödəməsi üçün. Amma söhbət tangensdən gelirsə, tangensin qiyməti sonun həddi yoxdur. Tangens mənfi sonsuzluqdan müsbət sonsuza bütün qiymətlər ola bilər. Ona görə kök altında hər şey ola bilər. Hər şeydə olması üçün ülvü nə baş verməlidir? Bu, bütün nə mümkün müsbət qiymətlər alır. A kvadratı minus 5a plus 6. Hamısında mənası var. Nə istəyən ola bilər? Həll edici bu bərabərsə. Bunda kökləri 2 və 3-dür. Plus minus plus. Cavab olacaq burada nə? B bəndi. Aydın olmadı? Oldu. Oldu. Sağlar bir yaxşı. Bu şəkildə davam edəcək indi. Mövzunu dəyişsək. Bu çevirmə düsturları məsəl üçün. Məncə burada heç dəyişməyəsiniz. İstifadəniz olmayacaqsın çevirmə düsturlarında. Məsəl üçün, birinci sualda bizə deyir ki, kosinus 225 dərəcə. Nə edəcək biz burada? 180 Yazaraq 180 245. Niyə və yaxud o birisi, nə fərq var ki? Aha. 4-ü kömək edin görək mənə. Nə deyir bizə? Sinus kvadratı 17 plus sinus kvadratı 45 plus sinus kvadratı 73. Nə edə bilərik biz burada? 17 ilə 73 bir-birini Hə, 17 ilə 73 tamamlayarıq. Sinus kvadratı 17-ni saxlayaq. Sinus kvadratı 45 bizə kök altında 2 bölünsün 2 verir. Bu da bunun nəyi var? Kvadratı. 73-cü yazarıq. Sinus kvadratı 90 minus 17. Olacaq. Sinus kvadratı 17 plus 2-də 1 plus kosinus kvadratı 17. Ad dəyişdi dəyişir. Bu da bizə nə verəcək? 1 plus 2-də 1 bir tam onda 5. Elədir mi? Bu şəkildə davam edəcək. Məncə bizim elə bir nə olacaqsa da inşallah baxacaq. Demək, hansı bölməni götürək evə? İkinci başlığı götürək, üçüncünü götürək. Sinusun xassələri, tangensin xassələri, çevirmə düsturları. Bir də ən böyük, ən kiçik qiymət anlayışı var. Onu da işləyəmək mümkün, işləyə bilərsiniz, işləməlisiniz. Yəni, əgər çox gəlirsə, bir dənə onu ikisini saxlayaq sonra. Məsləhət sizinkidir.
İstəyirsiniz Mən məncə problem olmaz. 3, 4, 5-ci başlığa baxın. 6, 7 qalsın. Onunla bir də baxa qutarsın. Səs gəlmir. Necə də? Ola bilər. Mənə uyğundur hamısı. Yəni məncə tərs funksiya baxmadıqda onun bir yerdə baxarıq. Onda istəyirsiniz 3 dənə başda götürün evə. Video qeyd etsə göndərəcəm mən.